Allah Siyavuş Aslan'a rəhmət eləsin. Gözəl aktyorumuz, gözəl sənətkarımız. Bizim o gənc vaxtında bizim dostluğumuz var idi, onlarla münasibətim var idi. Bir gün çox bir əsəbi bir halda bu Siyavuş Aslan rəhmətli gəldi, çıxdı. Görüşdü, bizə sual verdi ki, nəyə görə kefiniz yoxdur da? Bu da bizim ağsaqqalımız, sənətkarımız, böyük ondan sözlər, məsləhətlər alardı. Onun bir sözü hələ də indiyə kimi mənim yadımdadır. Dedi, bəs bizim təzə-təzə gənc tələbəlik vaxtlarımızdır, təzə-təzə cəmiyyətdə püxtələşdiyimiz vaxtdır, amma adımıza cürbəcür sözlər deyirlər, qarşı o irəli addımların həmişə bilirsiniz də, altdan çəkən çox olur, ipini çəkən çox olur. Bəli, bəli. O həmən zamanda dedik, halk qazıya belə dedi, narahat olmayın, niyə narahat olursunuz ki? Siz bilir ki, ucalırsınız, zirvəyə doğru gedirsiniz. Əgər sizin üçün danışan varsa, negativ danışan varsa, əgər sizin qarşınızda dayanıb onu kəsmək istəyən insanlar varsa, deməli siz dayanmadan zirvəyə doğru gedirsiniz. Tam əksinə sevinmək lazımdır. İndi əzizim, nə qədər də negativ yaradanlarda olsa, təbii ki, biz əvvəldən zarafat edirik, amma əsl həqiqət budur. Nə qədər negativ yaradan da olsa da, danışan da olsa, istəməyən də olsa, onu biz başa düşməliyik ki, doğrudan da deməli, siz zirvəyə doğru artıq fəth eləmişsiniz ki, o gözü götürməyənlər həmişə danışırlar.